Dərmanla yox, sözlə və yaxud da musiqi ilə sağalmaq haqqında ara sıra eşidirik. Amma alimlər tədqiqat aparıb. 7 nəfərin üzərində 20 gün meditasiya ilə inanılmaz sağlam neyronlar və sinir sistemləri əldə olunub və bütün bunlar hamısı tibbi cihazların vasitəsilə sübut edilib. Bəli, elm sübut elədi ki, gələcəyin müalicəsi dərmanlarla yox, musiqi, meditasiya və beyin düşüncəsinin hesabı olacaq. İnsanlar artıq dərmanla yox, beyni idarə etməklə sağala biləcək. Bu iddianı Kaliforniya alimləri irəli sürüb. Onlar insan biologiyasının ənənəvi anlayışına meydan oxuyan ağıl-bədən konsepsiyası, meditasiya və açıq etiketli plasebo müalicəsi müdaxiləsi zamanı neyron və molekulyar dəyişikliklər inqilabi məqaləsini təqdim edib. Araşdırma Communications Biology-də dərc olunub. Bu əlamətlər tədqiqat intensiv meditasiyanın əvvəllər yalnız psixodelik dərmanlarla müşahidə edilən eyni dərin beyin fəaliyyətini necə stimullaşdıra biləcəyini və eyni zamanda bədəndə ölçülə bilən bioloji dəyişiklikləri aktivləşdirə biləcəyini nümayiş etdirir.